İndi artıq xəbərçinin növbəti buraxılışı efirə çıxacaq. Aparıcı Afət Telmanqızı efirə hazırlaşır. Hər vaxtınız xeyir. Xəbərçinin saat 15 buraxılışı efirdədir. Əvvəlcə saatın baş xəbərləri. Milli Teleradyo Şurası ANS televiziyası və ANS ÇM radyosunun fəaliyyətinin dayandırılması barədə press reliz yayıb. Lakin ANS Teleradyo şirkətinə qurumun rəsmi qərarı daxil olmuyor. Elə bu vaxt ANS-i qapamağa gələnlər də həyətdə görünür. Onların arasında polis əməkdaşları da var, mülki geyimdə olanlar da. Davranışlarında qabalıq yoxdur. Hərəkətlərində bir qətilik var. Nəzakətlə konferansala dəvət etdiyimiz qonaqlar ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və gəlişlərinin məqsədlərini izah edirlər. Xahiş edirəm, bizə dediyiniz kimi şərait yaradın, yəni bu mütəxəssislər öz işlərini görsünlər, yəni bizim çox az vaxtımız var. Gəlin bunu elə eləyək ki, tarix keçəndən sonra, bir müddət keçəndən sonra, yəni hərə layiqli bir sifətində qalsın. Siz bir layiqincə hökumət əmrinin, dövlət əmrinin yerini yetirən insanlar kimi, biz də ki, bir media qurum kimi hansı ki 15 il qulluq olub bu xalqa, canını verib, qanını verib, çalışıb ki, yaxşılıq eləsinlər. Ona görə də demək istəyirəm ki, gəlin hər şey elə eləyək ki, qanun çərçivəsində olsun. Axı sizin məhkəmənin qərarı olmalı, axı bunu elə-belə məhkəmə, biz axı demokratik respublikada yaşayırıq. Baş deyil, sən nə deyil, mən müdaxilə istəmirdim. Biz həmişə imkan yaratmışıq, siz nətərdir, öz vəzifəsinizi yerinə yetirməyə, həmişə. Doğrudan yüksək səviyyədə, bəlkə də hamısından yaxşıyıq. Rəqbətimiz olubdur, olacaqdır. İndi elədir ki, sizə imkan yaratmışıq, vəzifəsinizi yerinə yetirək, məhkəmənin qərarı, siz məsələn şikayət eləsəniz, qərar olsa başqa məsələ, gözəl bilirsiniz. Bizim bir dənə nə bizim dövlətçiliyimizə qarşı, nə bizim respublikamızın rəhbərlərinə qarşı, nə bizim bu vətənimizə, xalqımıza qarşı biz bir dənə də xəyanət eləməmişik və onu eləməyəcəyik. Və siz də çox sakit ola bilərsiniz, siz də öz işinizi çox ləyaqətlə yerinə yetirəcəksiniz, sizə burada maneçilik törədən bir dənə də adam olmayacaq. Həmişə vətəndaşlara, dövlətə, onun qanunlarına hörmət aşılayan ANS, bugün özünün ən ağır məqamında Sakrat sayağı nümunə göstərməli idi. Zəhəri xatırlayırsınız və göstərirdi də. Onu qapamağa gəlmiş insanlara millətimizin ən ali keyfiyyətlərinə xas bir tərzdə süfrə təklif edirdi. Elə bu anlarda Afət Telmanqızı bəlkə də aparıcı həyatının ən ağır məlumatlarından birini oxuyurdu. Həyəcanlı səsi, anlaşılmaz proseslərin diktə etdiyi daxili vəziyyətin gərginliyi ilə. Aprel 4-də Milli Televiziya və Radio Şurasının iclası olur. İclasda ANS televiziyası və ANS ÇM radyosu... İndi siz Xəbərlər Xidmətinin efirin qapanmasına ilkin reaksiyasına şahid olacaqsınız. Mənim sizə soyuqqanlı şəkildə təqdim etdiyi bu mənzərə əslində olduqca ağır idi. Beləliklə, ANS TV və ANS ÇM ötürücüləri sönür. Hani gözlüğün orada gözlüğün. Daha bir neçə dəqiqə keçəcək, televiziyanın, radyonun peyk yayımda dayanacaq. Efirimizdə ANS TV və ANS ÇM lisenziya müddətinin uzadılmaması barədə qərar asıldı. Ağlayan da vardı, donuq bir şəkildə gözləri yol çəkəndə. Bu yolu onlar düz 17 gün gözləyəcəklər. O yol dövlət başçısından gələcək. Amma bu hələ sonralar olacaq. ANS-çilər ANS ÇM-in xəbərlər proqramının təbrik edilsək, hələ isti-isti olan problemi bütün mahiyyəti ilə dərk edə bilmirdilər. Mən